2021-in A variantının dinləməsi. Oxuyun, səsləndirirəm. Burada vaxtlara diqqət edin. Yəni eşidilməsinə, saat neçədir? What time did Adam's son wake him? When did Adam go to bed? When the what time'dir, nə vaxt? How much-la başlayan suallara xüsusi diqqət edin demişik. Yəni konkret rəqəm olmalıdır. Kəmiyyətlər how much, how many-yə cavab deyil. Yəni a lot of dedi, a few dedi, some dedi. Yəni bunlar cavab deyil. Xüsusilə diqqət edək. Sonra yenə də burada görürsünüz, düzgün cümləni seçin, səhv cümləni seçin deyəndə orada əsas nələrə fikir verirdik. Bax, məsələn, Adam usually leaves home at 10 to 8. Yəni burada əsas məqam nədir? Zamana fikir verməliyik. Adlara fikir verin, tərs deyə bilər. Həmişə bunu deyirəm sizə. Sonra sifətlərə fikir verin. Məsələn, burada early var. Early nə deməkdir uşaqlar? Early. Erkən, daha erkən. Tezdir, bəli. Belə, bu da konkret cavabdır. Bax, burada şərtə diqqət edin, ha. İnkarda soruşur ki, what is Adam not going to do? Not going to do. Etmədiyini soruşur. Nəyi etməyəcək? Yəni, səhv olanı istəyir bizdən. Burada da konkret sualı cavabdır. Çox asandır. When did alarm go off? Bunlardan birini olduğu kimi səsləndirəcək. Bu da ardını tamamlama, bu da ən rahatlarından biridir. Ardınca nə deyirsə, onu yazırıq. Yenə də vaxt verirəm. 30-40 saniyə oxuyun, səsləndirin. Dinləməklə bildiniz müəllimə? Hələ indi səsləndirirəm Vüsal. Hələ indi vaxt verirəm, oxuyursunuz, sonra səsləndirirəm. Mən elə belə soruşuram. Səsləndirim uşaqlar. Bəli. Başlatdım. Hi, Adam. Hi. How are you? All right? Tired? You look it. Did you have a bad day? Not great. I didn't sleep well last night. I was fixing my computer until midnight. I went to bed at 1 o'clock in the morning. Then my son woke me up at 20 to 4 because he felt sick. Poor thing. Is he okay? Oh, yes. I talked to him for 20 minutes and then he went back to sleep. I didn't. I lay awake in bed until about 6. Then my alarm went off at 7:15. Oh, dear. So I turned it off and went to sleep again. Then, of course, I overslept. I woke up again at 10 minutes to 8. I usually leave home at 8 o'clock. I washed and dressed. I didn't have breakfast. No time. And then I forgot my wallet. Oh, no. Yes, I left it at home. Thankfully, I had some money in my pocket so I could buy lunch. But I had to borrow some money from a colleague to buy petrol. There wasn't enough in the car to get home. At least you got home. Was work okay? Yes, except for that I was tired. I had a meeting in the morning and I did paperwork in the afternoon. Nothing special. Well, you can relax this evening. You can watch a nice film on TV. Relax? I don't think so. I have to cook dinner tonight because my wife is working late. Then I have to take my son to football practice, walk the dog, iron some clothes and clean the bathroom. I'll be lucky if I get in bed by 11:30.
Uşaqlar, mən burada klaviaturada yazı yazıram. Onun çık-çık səsi sizə gəlmir. Yox, gəlmir. Tamam. Baxın yenidən səs. Hi, Adam. Hi. How are you? All right? Tired? You look it. Did you have a bad day? Not great. I didn't sleep well last night. I was fixing my computer until midnight. I went to bed at 1 o'clock in the morning. Then my son woke me up at 20 to 4 because he felt sick. Poor thing. Is he okay? Oh, yes. I talked to him for 20 minutes and then he went back to sleep. I didn't. I lay awake in bed until about 6. Then my alarm went off at 6:45. Oh, dear. So I turned it off and went to sleep again. Then, of course, I overslept. I woke up again at 10 minutes to 8. I usually leave home at 8 o'clock. I washed and dressed. I didn't have breakfast. No time. And then I forgot my wallet. Oh, no. Yes, I left it at home. Thankfully, I had some money in my pocket so I could buy lunch. But I had to borrow some money from a colleague to buy petrol. There wasn't enough in the car to get home. At least you got home. Was work okay? Yes, except for that I was tired. I had a meeting in the morning and I did paperwork in the afternoon. Nothing special. Well, you can relax this evening. You can watch a nice film on TV. Relax? I don't think so. I have to cook dinner tonight because my wife is working late. Then I have to take my son to football practice, walk the dog, iron some clothes and clean the bathroom. I'll be lucky if I get in bed by 11:30. Yazdınız uşaqlar. Bəli, mən bitirdim. Yox, mən bildim amma. Yoxlayaq uşaqlar. Ekrana verirəm.
2021'in A'sı. 1 Y, 2 D, 3 Y, 4 A, 5 B, 6.1 A, 2 A, 3 B, 4 B, 7 Y, 8 D, 9 A, 9 B, 10 1 4, 11.1 B, 2 B, 3 B, 4 A, 12 B, 3 C, 4 A, 15 1 3, 5, 15 1 3 5, 1 3 5, 16 C, 17 D, 18 A variantı, 19 A, 20 B. Müəllimə, mən Eşitirəm. 2021-ci ilin sınavını işləyə bildim. Yəni biraz vaxtım çatmadı da sözləri də əzbərləmişdim. Ona görə başqa sözləri təkrar eləmişdim. Yəni bir sınavın səhvlərini deyəcəm. Qalanları qulaq asacağam. Yəni Uşaqlar, deyin səhvlərinizi. mənim dinləmədən mənim 2 düzüm var. 1 2 4-dür səhvim. 1 2 4. Elə ekranda qeyd Zəhmət. eləmişəm. Bax, prosta diqqətlə qulaq asın, xahiş edirəm. Çünki 2-3 dənə sınavımız var. Bugün 3 dənə sınavı çatdırmalıyıq. Birinci sualda bax, qarşısına hamısının cavabını yazmışam. Hamınız görürsünüz. When did Adam go to bed? Nə zaman getdi yatmağa? At 1 o'clock in the morning. Səhər 1-də. What time did Adam's son wake him? Nə zaman oyatdı? Oğlu onu at 20 to 4. 4-də 20 dəqiqə qalmış. Why? Niye? Did Adam's son wake him? Niye oyatdı onu? Because he felt sick. Çünkü özünü xəstə hiss edirdi. Who forgot the wallet? Uşaqlar, wallet nə deməkdir? Mənim şeydir, Kaşlok. pul qapısı. Yəni Kaşlok. pul Aha. qapısı. Kim kaşloku unuttu? Adam'ın özü. Adam. Bize soruşur ki, which question does the dog no answer? Hansı sual cavab yoxdur? How muchla başlayan görürsünüz. Burada %10 çox vaxtlarda səhv olur demişik. How much money was lent to Adam? Lent nə demək uşaqlar? Lend. Göndərmək. Yox, Yox, senddir. borc vermək, borc almaq, Borc vermək. Lend to vermək. give var, amma borrow nədir? O borc almaqdır. Bəli, borrow to ask money for to ask somebody for money. Kiməsə pul istəmək. Aha, burada deyir o cümləni, amma miqdarı demir, some deyir. I had to borrow some money from my colleague. Yəni biraz pul borcu almalı oldum. Kəmiyyətlər how much, how many cavab deyil demişəm. A lot of the, some'dır, a few'dur. Bunlar cavab deyil. Konkret miqdar olmalıydı ki, məsələn $20, 20 dollar aldım. 10 pounds, 10 pound aldım. Ona görə cavab 7. Sonra ikinci sualda var səhv edən, hə, yox. Hə, Bəli, var. 2-də A variantında, bax bu with his own money. Bax burada bu own sözünə görə səhvdir. Çünki deyir bought breakfast, səhər yeməyini aldı. Own nədir uşaqlar? Own. deyir öz pulundan aldı da. Öz pulu ilə aldı, bəli. O da mən onu yazmışam əslində. Aha, öz pulu ilə O almadı. borc Deyir almışdı ki, axı. Petra'dan borc alıb bax o. Dost, kollegası borcu Petra'dan. 2-də B variantında Adam usually leaves home at 10 to 8. Görürsünüz burada zamanı səhv yazıb, ipucular dediyim kimi 10 to 8 demədi. At 8 o'clock dedi. Saat 8-də. Ona görə səhvdir. C-də tərs olmalıydı. Adam's friend deyir. Adam'ın dostu borcu aldı ondan pul. Amma əksinə Adam borrowed money from his friend. Adam özü dostundan almışdı axı. 7-də zaman zərfimiz səhvdir. Bax, early tez deyil. Amma orada late deyil. My wife is working late. Mənim and came late. Gec gəlir deyil. Gec. Burada early deyil, orada late deyil. Və deməli cavab D-dir. Onda belə dedi. I have to cook dinner. I have to cook dinner. Burada da deyir I must make dinner. Cook'un yerinə make deyir. Yəni düzdür. Bu axşam nahar hazırlamalıyam. Must'ı have to ilə əvəz edib. Have to-nu must'la, cook'u da make-lə. Eyni anlama gəlir. Başa düşdünüz? 3-də var səhv edən. 3-də bax, tenis yerinə futbol practice dedi. Yəni orada not going olmayan istəyir. Nəyə etməyəcək? Bunların hamısını istədaladı, amma tenis demədi, futbol practice dedi. 4-də də cümləni olduğu kimi çox asandır. When the alarm went off, it was a quarter to 7. Cümləni bu şəkildə dedi.
Belə 7-də də heç, 5-də də Alan heç. orada hani çıkma demişti, səhv etmirəmsə, eşitmişdim. Ona görə mən Y yazmışam. Bilmirəm, hardasa ola bilər, amma ki, iminli when the alarm went off, sənə bu cümlənin ardını tamamla deyir. When the alarm went off, it was a quarter to 7 deyir. 5-in izahı yoxdur, tam ardını elə olduğu kimi bu şəkildə səsləndirdi. No time. Uşaqlar, siz Müəllimə tez yoxlayaq ki, bunu o biriləri vaxt çatsın. Mənim 9-da məntiqim var. necə Hamısını yapdın? işləyirəm. Demədin bunun hamısını? Yo, dediniz, deyirəm ki, biraz tez-tez baxaq suallara alınırsa. Hə, 6.1-də 9-a qədər məndə. qurtaracaq. Onsuz da şeydir, Fəridə, 2020-ni yazmısınız. Keçən dəfə mən sözlü çaşıb cavablar atmışdım, xatırlayırsınız? Hə, hə. Neysə, baxırıq onsuz da. Mən o bütün sualları izah eləsəm də bir dəfə deyəndə çatırıq. Sözləri soruşum. Avoid Çəkinmək, qaçınmaq. sinonimi, Sinonimi. qarşısını almaq, uzaq durmaq. Prevent from. Yes, prevent from. Bir də uzaq durmaq. Qalmaq, qalmaq. Away, stay away. Yes, stay away ola bilər bir də. Stay away and prevent from. And attend, what is attend? Bu söz. Diqqət. Necə? Diqqət. Yox, o attention'dır. Ya, iştirak etmək. İştirak etmək. Sinonimləri Ayda. uşaqlar Take hamı part in. Yes. Take part in and participate in. Participate in. Hə. Yes, participate in. Sonra sonra burada ənəsə bow, Bu tənzim etməkdir. təzim etmə bu. Belə. Hə. Pray, Hı. pray, Dua. dua etmək, ibadət etmək. Sinonimi neydi bunun? Uşaqlar, Bilmirəm, hamınız unutmuşam. cavab verin. Əyanidən də qoşulanlar. Bilirsiniz, burada bilirəm bir çoxunuz. Worship, 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 pray. İbadət etmək, dua etmək. Shake hands, shake Əl hands. sıxmaq. Əl sıxışmaq. Əslində shake ayrıca nədir bəs? To shake. Belə əl yelləmək kimi. Yox, silkələmək düzdür. Hə, Silkələmək. shake. Greedy, Acgöz. xəsis, acgöz. Sinonimi, Ayda. Bilirdim. məna vermək. Selfish. Necə? Yox, yox. Selfish. No, selfish əksinə, selfish egoist axı. Məna ver, deyirsən bu nə məna verir? O söz nədir məna? Mean. What does it mean? Mean, greedy and stingy. Məncə yazmışdım bu üçünü də. Kobud. Yox, Yox, yazmamışım. kobud başqa şey. Yadıma deyil. Mean, greedy, stingy. Üçü də xəsisli, simicdir. And what is rude? Rude. Kobud. Bu kobuddur. Sən ikincisi demişdin kobud. Kobud olan budur. Və bir də and what is bribe? Bu rütbət. A sum of money, bir miqdar pul, something valuable və yaxud da qiyməti nəsə that you give, hansı ki sənin verdiyin or offer to somebody. Uşaqlar. Bax, Təklif et, kiməsə deyir, təklif etdiyin nəsə. bəli. Persuade nə demək? Rüşvət də. Hə? Persuade. Persuade, icazə vermək. Persuade var. O birisi qəbulda da persuade qara hərflərlə yazıb onun definition istəyirdi. Make somebody İnandırmaq. bəli, inandırmaq. Persuade'in sinonimi Persuade'in inandırmaq, persuade. Bax, qəbula dəfələrlə düşür. Convince yazmışdım. Convince, bir də əmin etmək. Əmin sözü nədir? Əmin. Sure var. Make sure daha doğrusu. Make sure, convince, persuade, inandırmaq. Bax, 9-cu sualı izah elədim. Bax, kimin səhvi varsa, bir də qayıtmayıq 9-a. Rüşvətxorluq nə oldu? Kiməsə kömək etmək məqsədi ilə onu inandırmaq üçün. Mən o qara hərflə yazılan söz var, sözü də kəsəm. O inandırmaqdır indi. Xeyr, bribe rüşvətdir. Bir miqdar pul, a sum of money. Kiməsə, demək, arxadan nə gəlir? Sənin to help you, kömək etmək üçün, kimisə inandırmaq üçün verdiyin və ya təklif etdiyin bir miqdar pul və ya qiyməti nəsə, yəni rüşvət. Bribe rüşvətdir.
Uşaqlar, bəs bribery nədir? Onda bribery nə olur? Rüşvətxor, Rüşvətxorluq. Against. Bax, biri var again, biri var qarşı olmaq, bəli, qarşı, əleyhinə deməkdir. Challenging. çətinlik. Çətin. Yox, bu sifət formasıdır. Hı. Challenge çətinlikdir, challenging çətindir. Sinonimləri çətin sözünün qəliz, çətin. Difficult, hard, Tough, Tough, sərt. tough da belə yazılır. Tough, sərt kimi. Çok yazılır. Complicated. Xatırladın? complicated, Complicated. Çətin demək. mürəkkəb, çətin. To do one's best bu söz. To do one's best. Ən yaxşısını etmək, Mən əlindən gələni ən demişdim, yaxşısını tough da etmək. gedir. Ona göre bir dəfə yazdırmışdıq sözdə. Mən tough da gedirdi. Nə qeyd? Talk yazılır. Talk yazılır. Yox, elə bir söz deməmişəm mən. Mən deməmişəm. To do one's best əlindən gələn etmək. Bəs to do favor nə deməkdir uşaqlar? Yaxşılıq etmək. Bəli, yaxşılıq etmək. İndi bu mətnlə bağlı suallarımız. Bir də burada bir dəqiqə bu söz soruşum. Forbid nə deməkdir uşaqlar? Qorumaq. Yox. Forbid. Not. Qadağan etmək, ban, İcazə vermək nə idi? allow, permit, Yes. Bunun definition'dan not to allow to do something. Nəyisə etməyə icazə vermək. Qadağan etmək. Sinonimləri forbidin. ban var, forbid. Yes. Forbidlə qafiyələnir. Ayda həmişə deyir sizə necə yadımdan çıxır? Forbid, prohibit, hə. Ban, forbid, prohibit. Ban. Bir də legislation. Legislation. Bu qanundur, hüquq. Bəli, qanunvericilik. Bir də fascinating sözünü soruşacaqdım. Bu da cəlb edici deyil, çəkici kimi. Valeh edici, çox gözəl. Çox da bunun sinonimi. Magnificent, amazing, wonderful. Belə. Sonra greet, Salamlaşmaq. salamlamaq sinonimi, salamlamaq, salamlaşmaq. Welcome. Welcome. Welcome, xoş gəlmisiniz deyildi. Welcome həm buyurun deməkdir, həm You're welcome. ilkində salamlamaq, qarşılamaq bu mənaları var. İndi true false-da kiminsə səhvi var. Məndə yoxdur. 11.3-də var məndə. 6.1, Tabii. Aha, bax, bazı diqqətdən xahiş edirəm. 6.1 izah edirəm. Many businessmen want to know other cultures not to be understood incorrectly. Bax, other cultures deyir, businessmen deyir. Bir çox deyir biznesmenlər want to know, bilmək istəyir. Other cultures, başqa mədəniyyətləri incorrect səhvdir də, səhv şəkildə not to be understood, anlaşılmamaq üçün. Başqa mədəniyyət səhv anlaşılmamaq üçün başqa mədəniyyətləri bilmək istəyir biznesmenlər. Bu cümlə hardadır? Businessmen, other cultures ilk cümlədə idi, ilk paragrafda. Görürsünüz, business people, sonra other cultures deyir burada. Bunu oxuyuruq, deyir ki, to avoid them, many business people attend classes to learn about other cultures. Bir çox deyir biznesmenlər başqa mədəniyyətlərdə learn, öyrənmək üçün burada learn-ü want to know ilə əvəl. Learn öyrənməkdir, know nədir? Bilmək. Want to know bilmək istəmək. Bilmək istəyirlər başqa mədəniyyətləri. Orada deyir öyrənmək, öyrənirlər. Eyni anlama gəlir. Öyrənirlər niyə? To avoid them. Onlardan qaçınmaq üçün. Nələrdən? Əvvəlki cümlədə bizə misunderstandings deyir. Anlaşılmazlıqlardan qaçınmaq üçün. Bəli deyir, bir çox for business people, biznesmenlərə görə differences, fərqliliklər can cause serious misunderstandings, misunderstand, səhv anlaşılma, yanlış anlaşılmalara səbəb ola bilər bu fərqliliklər və onlardan da qaçınmaq üçün bir çox biznesmenlər başqa mədəniyyətləri öyrənmək üçün dərslərdə iştirak edirlər. Anlaşılmazlıqlardan qaçınmaq üçün. Burada da anlaşılmazlıqlardan qaçınmaq sözünü incorrect, səhv şəkildə not to be understood, anlaşılmamaq üçün, yəni bundan əvəz edib. Deməli, bu doğrudur. Belə. 6.3. Neçə? 2 də demişdi kimsə. 6.3. Bəli, 6.2-dir. Aha. If you give an expensive present to your client, you seem to break the law. Break the law nədir uşaqlar? Qanunları pozmaq. Bəli. Əgər sən bahalı hədiyyə alsan müştərinə, sən qanunu pozmuş olursan.
Bunu bəli, bax give an expensive present bu cümləni tapırıq. Give expensive present buralıqdaydı. Wait. Yox, bax bu göy qüssə başlayır. If you spend much money, əgər çox pul xərcləsən, the gift might look like a bribe. Bu hədiyyə, bribe nə oldu uşaqlar? Rüşvət. Rüşvət kimi görünəcəkdir. Rüşvət kimi görünə bilər. Sonra ardınca da deyir ki, in most countries there are laws against bribery. Bir çox ölkələrdə bu rüşvətxorluğa qarşı qanunlar var. Deməli, qanunu pozmuş olursan da. Burada deyir, çox pul xərcləsən hədiyyəyə. Burada da deyir ki, bahalı hədiyyə alsan, eyni anlama gəlir də. Burada deyir ki, bu rüşvətxorluğa qarşı rüşvət kimi sayılar. Bu da qanunsuzluqdur. Burada deyir, qanunu pozmuş kimi görünərsən də. Doğrudur deməli, truedur. 6.3 Bribery is not forbidden. Bax, inkar cümlələri diqqət, çox hallarda səhv olur demişik. By legislation in most countries. Qanunla qadağan olunmur. Amma əksinə bax bu cümlə idi, incə oxudum. In most countries there are laws against bribery. Burada əksinə təsdiqdə deyil. Əksinə deyir ki, rüşvətxorluğa qarşı qanunlar var. Burada deyir amma qadağan edilmir rüşvətxorluq. Ona görə false-dur, səhvdir. Burada inkarda deyib o cümləni. Sonra kimin səhv var bu mətndə? 10. Üzr istəyirəm 10. Şu. Uşaqlar 7-də, 8-də, 9-da səhv edən var. 9-u dedik, 7, 8-də səhv edən var yazanlardan. Bir şey deyəcəm, bir dənə bu 7-ni rekorda baxır çox sonra görə. Paragraf necə başlayır? Bunu burada 4-cü paragraf yazması sizi çaşdırmasın. O səhvənə yazı səhvidir. Paragraf burada hansı paragrafın ilk cümləsi yoxdur? İkinci paragraf. Görürsünüz. Və burada da paragraf necə başlayır deyəndə sonraki cümləni oxuyuruq. Bax görsən burada neçə də ölkədən danışır. North American men and women often shake hands. Şimali Amerikalı kişilər və qadınlar əl sıxışırlar. In Japan people bow. Yaponiyada insanlar təzim edirlər. From Thailand, Thailanddakılar put their hands together to pray. Dua kimi əllərini bir-birlərinə qoyub bir-birlərinə qoyurlar belə. Ərəb ölkələrində kişilər qadınlarla əl sıxışmır. Yəni burada nədən danışır? Greeting, salamlaşmaqdan danışır, düzdürmü? Və salamlaşma da məntiqlə düşünəndə iki dənə cavabda vardı uşaqlar. D-də var, Y-də var. Welcoming, greeting. İkisi də salamlaşmadır, qarşılıq. D-də sırf solely sözünə görədir. Solely nə idi? Yazmışdım. Hansı müəllimə? Solely sözü bax, x-dadım. Solely. Only. Only. Sadəcə. Sadəcə deməkdir. Biz də dedik ki, onlar çox hallar. Yalnız tek. Aydındır? Hə. Ona Mən başa düşmədim. Mən düz yazmışam. Prosta nə dediniz anlamadım. Səs tutuldu. salamlaşmadan deyirəm danışır. Salamlaşmada bir D-dədir, bir də Y-dədir. D-dəki səhv odur ki, yəni burada deyir ki, klientlərlə salamlaşma sadəcə iclas müddətində əhəmiyyətlidir. Solely görəndə o düşünün ki, onlydir. Onun da səhv olması demişik ki, %98%dir, belə deyək. Yəni çünki sadəcə iclas müddətində deyil. Yəni qısacası solely varsa səhvdir. Only ilə çünki eynilik təşkil edir. 10-cu sual dedik. 10-cu sualda kimin səhvi vardı? Burada bizə which question does the passage answer? Hansı suala cavab var deyir. Və biz birə var, bir də 4-ə var demişik. Where do people bow while greeting one another? People bow. Where? Harada bow təzim edirlər? In Japan. People often bow. Bu cümlə. Harada? Yaponiyada. Bu sualın cavabı var. Bir də 4-də why do business people participate in classes? Dedik ki, participate in neydi uşaqlar? Participate in. Bayaq dedik yaxı. Uşaqlar. İştirak etmə müəllimə. Aha, Səs açıram gəlmirdi. iştirak etmək. Onun da sinonimləri hansı sözlər oldu? Take part in. Bir də Attend. Attend. Bir yuxarıda bayaq oxudum. Business people participate in classes. Dərslərdə iştirak edir. Niyə? Ən birinci paragrafdaydı.
Baxın, people, business Hmm, people, and classes. İştirak edirlər. Niyə? To learn. yanlış anlaşılmanı önləmək üçün idi də. Bəli, başqa mədəniyyətlər haqqında öyrənmək üçün və yaxud da to avoid them, onlardan qaçınmaq üçün. Yəni qısacası bu cümlə mətndə var və səbəbini də göstərir. Belə, iki sualın cavabı var idi. Sonra ikinci mətnə keçək. 11.3-ə baxaq da mənim. Bir dənə burada onsuz da bir dənə sözlər, buranın sözləri çətin idi. Emigrate, move to another country to live in order to. Başqa ölkəyə köçmək. Bəli, başqa ölkəyə köçmək, miqrant kimi. And naturalize, elə bu sualın özünə bax. Təbiiləşdirilmiş idi. Nə idi o? Naturalize. Mən baxmamışam sözlərə. 14-cü də sual bundan ibarətdir. Admit nədir? Admit Etiraf etmək, həm də accept, qəbul etmək. qəbul etmək, boynuna almaq. Citizen, vətəndaş, Sakin. Hə. vətəndaş. Citizenship, vətəndaş. Vətəndaşlıq. Vətəndaşlıq. Bir ölkənin vətəndaşlığını qəbul etmək. Deməli, naturalize nə deməkdir? Başqa ölkənin vətəndaşlığını qəbul etmək. Yəni, vətəndaşlığa qəbul etmək, vətəndaşlığını qəbul etmək. Belə. Bəs devote nədir uşaqlar? Devote. Bu vəfalı. Yox. Sonunda d şəkilsi olsaydı devoted. O vəfalıdır. Amma to devote. Sadiq. Yox. Vəfalı sadiq eyni şeydir də. Amma Eyni devote, şey. devote fiil kimi həsr etmək deməkdir. Düz deyirsiniz. Burada to, Dedicated da var. yes, dedicate to. Devote to, dedicate to. Həsr etmək. Yes. Belə. Settle. Məskunlaşmaq. Synonymi. Inhabit, live, Yes. dwell. Dwell, yes. Settle, inhabit, dwell. Bir Bir də də reside. yes, reside. Reside. Belə. Sonra mətndə çox belə bu dəfə çox fərqli sözlər var idi, özünüz də gördünüz. Campaign, to campaign, Şirkə, yox deyil. to struggle. Kampanya. Struggle sözün üstündə nə idi? With, struggle with. Sonra nə idi sinonimi? Mübarizə aparmaq uşaqlar. Campaign, struggle with, mübarizə aparmaq, savaşmaq. Sinonimi başqa nədir? Fight with. Bir də quarrel da var, dalaşmaq, mübarizə aparmaq. Struggle, fight, quarrel and campaign. Nə oldu bunların mənası? Mübarizə aparmaq, savaşmaq. Bəli, corruption. Korrupsiya. Və yaxın oldu sinonimi onun, rüşvətxorluq, korrupsiya, Bribe. lie. Expose. Expose, make something visible. Definition, make something visible. Visible, Gözlə görünən. yəni görünən etmək, aşkar etmək, üzə çıxarmaq, ifşa etmək, ifşa etmək. Sinonimləri nədir onun? Çox söz yazmışdım. Ən məşhuru reveal, aşkar etmək, üzə çıxarmaq. Find out. Çox çıxır qabağımıza bunlar. Sonra find out, reveal, disclose. Disclose, unearth. Bunlar. Belə. Sonra şeydir, supporter. Dəstəkçi. Right, bəs isim kimi nə məna verir? Right. Sağ. Hüquq. The rights Hə, women. hüquq mənası da var, düzdür. Jealous. Qısqanmaq. Qısqanc, qısqanmaq. Sözün üstündə of. Jealous of. Sinonimi nə idi? Qısqanc, paxıl. Envy. Yes. Envy. Feil formasında paxıllıq etmək. Envious. Sifət forması paxıl. Bəs compete sözü. Mənim jealous of qara söz var. Orada dediniz qısqanclıq yoxsa qısqanmaqdır? Qısqanc. Eyni məna. Qısqanc. Qısqanc. Bəli. Lüğətdə hamısını yazmışam misal. Orada hamısı var. Özə sinonimlərini. Compete. Rəqabət aparım. Nə? Rəqabət aparım.
Bəli, rəqabət aparmaq, yarışmaq, sinonimləri, sinonimi rival. Öyrənməmisiniz sözlər. Rival. Compete and rival. Yarışmaq, rəqabət aparmaq. And burada nə məna verir bu? In one such case yazmışdım onda. In one such case.